Əfran, buyurun, kameranız. Müəllim, zəhmət olmasa adını düz deyin də. Bayaq, səndən qabaq orada video çəkirdim, özümə danışa gəldim. Dedim ki, Ərfanın adını hələ öyrənə bilməmişəm, değil mi? Ya Əfran. Ərfan olduğunu bilirsiniz, niyə Əfran deyirsiniz? Ərfanın adını təzə öyrənmişəm, Ərfana həmişə Əfran deyirdim. Mən də uşağın adı. Haqlısan, sən Ərfan deyirdim. Hamısı bax Emil'in günahları. Emil, nə kontent deyirsən maşınlarla? Həm kontentin... Bu arada səsim yəqin gəlir də, səndən mikrofon var. Gəlir. Əslən, fərqli kontentlər edirəm. Öz blogum üçün belə sinematik kontentlər, daha çox faydalı məlumatlandırıcı kontentlər. Və bir proyektim var avtomobillərlə bağlı. Hal-hazırda onun üzərində işləyirəm. Hər gün Vlog çəkirik də. belə. Asteri vlogumuz bundan sonra Qərib Azər bizimlə olacaq. Mütləq izləyin. Uşaqlar, amma gedir gəzir, biz də gedirik gəzirik də, yəni vlogdur da bu. Evet, axılda yoxdur, evdən çıxmalı. Yoxsa Ərfandan qorxdum biraz açığı. Dedi ki, gəlməsən belə olacaq, elə olacaq. Gəlməsən biz gələcəyik, location atsak. Ona görə. Hem çoxdan burada qalansan, bir il oldu. Bura elə bil Varşavanın şeydir, Targovsan. Buraya əsas işlərdən zəhmət qalmasın. Adı nədir buranın? Buranın adı Optravana gedən yol. Amma yəni elə deyir ki, Old Town'dan da bu yol gedir də. Yəni Old Town'a başqa yollar da gedir. Əsas bu yoldur. Daha maraqlı. Muşam gəncləri başıma. Burada bir dənə şey tapmışam, pulsuz. Biz sizə bu gündən pulsuz gəzməyi öyrədəcəyik. Pulsuz necə gəzilməkdən. Amma başa ki, pulsuz gəzmək olmur. Pulsuz gəzmək olmur. Şeydir, bir dənə yox, bu şeydən yoxladım, saytdan yoxladım, ChatGPT-yə yazdım. Chicago West, buralarda pulsuz nə edə bilər? Dedi, pul muzeyi var, pul muzeyinə gedə bilərsiniz. Pul muzeyində pulsuz? Pul muzeyi pulsuzdur, təsəvvür edirsən. Maraqlı. Köhnə pullar, zatlar var. İndi adını deyərəm, gedərik ora. Deyirlər, palyaq qızlar çox gözəldir və sən razısan. Ay da, bax, bu nə suallardır verirsən? Yox, oradan... Mən deyiləm şəxsən. İndi biz də paylaşsınlar o səfər saytlarını. Denən ki, palyaq qızları evlənmək üçün deyil, amma hazır. Mən deyirəm, məsəl üçün qəşəngdir. Bu yabımın nə gözəlliyi var. Bu var deyəndə ki, belə minnətlə deyirsən elə. Bir kimi qızlardır. Şəxsən mən bəyənirəm. Bəxtlər gözəl olsun. Heç palyaq sevgin olmuyor, deyil mi? Yox, sənə olur Ərfan? Yox. 23 yaşında Avropaya gəldilər. Neçə yaşına gəlmişsin? 22. Sən? Neynə? 22 yaşında Avropaya gəldilər. Bunlar hələ bir ildir buradalar. Hələ bir dənə palyaq sevgililər olur. Bu əsas pul deyə bizə görə. Bu rəzalətdir. Bu biabırçılıqdır. O da lazımdır. O da lazımdır. İş görmək lazımdır. Misal üçün, bura bizim yerliyindir, Orbaq. Gör? Bəli. Bizim yerlilərdir. Görə baxaq. Nəsə verər bizə? Bizim yerlilərdir. Sizin yerlilər kimdir ki? Ha, sizin yerlilər Ordubadlıları nəzərdə tutursan. Sağ ol, bəy. Azərbaycan qardaşıyıq. Sağ olun. Siz necəsiniz? Xoş gəldiniz. Çox sağ olun. O, bu nədir? Xoş gəldiniz. Burada belə satırsan, Azər çay. Hər şey var. Maraqlıdır ki. Quru meyvələr, ha? Hər şey. Dadına baxma olur quru meyvələr. Bu Bakıdan gətirirsiniz, yoxsa? Bakıdan gəlir. Hamısı Bakıdan gəlir, ha? Bəziləri Bakıdan, bəziləri İrandan. Avropa, Asiya, hər yerdən var. Vyetnam. Vyetnamdan nə gətirirsiniz? Mango. Oradan, hə onu. Fındığı bax, mən özüm qəbələ eləyəm. Bir qozun fındığın dadına baxardım. Görüm, həmin daddır, yoxsa? Elə bir baxım, mən qəbələ eləyəm də. Sən Ordubadlısan. Hə? Bura bizim kəndçiyindir də elə. Sizin kəndçiyindir, ona görə gətirdin, hər yerini fırladın, bizi saldın buraya, eləmi? Sponsorlar. Farklıdır. Qəşəydir. Farklıdır. Kilosu neçədir? 100 qramı 850 isə 1 kilosu. 1 kilosu 85 lira. Ya. 40 man. Pis deyil məncə. Fındığın 1 kilosu 40 man. Bakıdan neçə? Bilmirəm ki. Bizim kəndçilər yazdıqlar, onu satırlar 10 manata deyəsən.
Hələ kömrüyü falan üstünə yani. Hə, Emil, nə deyirsən? İlişib də Emil'ə. Nə deyim valla? Gözəl. Xoşuma gəldi. Mağaza qəşəngdir. Əladır. Mənim də xoşuma gəldi. Dizayn da qəşəng. Üstünə var ya. Bu arada dizaynı da özü eləyib yəni. Doğru. Bəli. Qəhtçi elə bilir, özü deyəsən elə özüm sənə. Düzünü də. Yaman tarif. Yaman tarif bilirsən. Yuxarısında var. Çox sağ olun qardaş. Sağ olun. Bazar olsun. Almırıq ki, bizim deyilsin. Evet, bu küçənin adı nədir? Hara gedən yoldur? Европейский otelə gedən yol. Burada küçənin konkret adı yoxdur da, harasa gedən yol. Emilə görə yoxdur, yox. Emilə görə yoxdur. Emil öz improvizasiyalarından adlar qoyur. Hardasan? Falan yerin yanından sağa dönəndə ikinci küçədə. Mən qınamadı. Adlarını demək olmur. Novişiyatdır da bu. Novişiyat. Yəni yeni dünya. Bayaqçı küçə başqaydı. Adlarını oxumaq. Yeni dünyadır da, yəni. Burada gecə həyatı daha çox aktiv olur da, yəni. İndi Emin bilməz, Emin elə şeyləri bilmir. Əslində olan. O anda video çəkir. Nə cür videolar çəkir indi. Özündə şəxsi bir papka var. Yaxşı bir şey. Burada şey verirlər, bax. Harda? İsti çaxır, Emin. İçmisiniz burada isti çaxır? Ha? Mən yox. Yox, içməmişsiniz isti çaxır. İçmişəm amma burada içməmişəm. Hə, burada verirlər, o məşhur. Çünki həmişə burada dolu olub. Bura həmişə dolu olur. Ona görə mən də gəldim burada işlədim. Özəvi sənə bax, 3 il əvvəl Polşa birinci dəfə gələndə dostum gətirmişdi. Bilmirəm, yəqin mənə alkaş görüb, nə edib. Dedi ki, isti çaxır sizə. Elə görür, onun gözündə elə yaxşı, yəqin alkaş kimi yəni. Yəni Polşanın küçələri çox təmizdir, zarafsız. Ən xoşladığım şeylərdən biri elə Polşada. Küçələrin təmiz olmağı. Almaniyada da gəlirsən, Almaniya, Berlinə da, Frankfurtda it günündədir də. Gəlin, sizi pulsuz gətirdim. Aldım səsini. Düzəltdim. Deyirlər ki, olmaz. Olmaz sözü bizə sən elə, bito gəlir də, olmaz biraz. Bir dənə muzeyə gəlmişik var. Burada aləm nə idi bir-birinə. Burada Polşanın qədimi pulları var. Burada o vaxtın pulları da burada. Yəqin ki, bunu nəyinəsə dəyişdiriblər də. Burada çünki pullar var çox. Burada Çindən gələn pullar var. Burada yazıb ki, kağız pul birinci dəfə Çində. Bu gün də bir şey öyrəndik valla. onsuz da hər şey birinci Çində olur. Düz deyirsən. Siz ödəmə eləyir. Həkimlər nə deyir Emin? Həkimlər müalicəsi var. İranda. Burada durursan, ha? Bir nə, ancaq bu əl olur. Hə, ola bilər. 100 zlot, okey. Aha, Tez sevdi, düşəcək ona. gəldim bura, okey. Mənə yaraşan bu hansı olar burada? 10 dollar götürəcəm, Emin. Bunu verəcəm sizə, ged oradan soğa. Bizə də evdə də belə idi o vaxt. Pul istəyəndə bir şapalaq göstərir. Tamam vaxtı. Şapalaq qoyurlar bizi pula. Która waży około 20 kg, jest robiona z Bu qədər. Hə, bax. Getdik. Getdik. Bakraz deyir, evin pulunu verməyə lazım. Götür də biraz. Burada çox olar, Sən fonddan 2 dənə Həqiqi çox da. Bura həqiqətən çox qəşəngdir. Buraya. kameranı çıxar. Qorxuram, yox, o qədər. Bitcoin-dir bu, nədir? Bəlkə də heç bura çıxmaq olmaz biz. Amma bura ağ günə çıxmağın simvolu olur amma belə. Həqiqi çox qəşəngdir ha burada. Əməlli fotosessiya gedər. Hə, bunu sırası bəylə gəlin eləmi? Verin buna. Kim istəyir müraciət eləsin. Özü də pulsuzdur. Yəni burada pulsuz. Prosta biz pul alacağıq. Prosta bura pulsuzdur. Onu demirlər də. Sən deyirsən pulu alırsan, deyirsən ki, orada pul verməliyik axı çəkiliş yerinə. Kamera nə belə şey? Üzr istəyirəm. Burada Emin'dən çəkiliş sorulur. eləmək istəyən saata 200 dollardır. Zəhmət olmasa müraciət eləsin. Emindən sonra Slot. Emin elə Pul yəni yaxşı. gəlmişsən, palyakların deyir,
Emin elə şey yaxşı. Bura o vaxtki bankirlərin ofisi zad olub yəqin ki. O adı nə idi? Bu şeydə domino oynayanda yazmırlar. Bu domino. Sən demə cəmaət bunu o vaxtı bankda istifadə edilmişik. Görəyim. Həmişə maraqlı gəlib burada yazmaq. Məhkəmədə qızlar yazır o vaxt. Oo, bu bura qəşəng salondur. Belə deyim, nə olur? Vay, burada mən bir dənə video Maraqlı çəkirəm. Instagrama video çəkirəm məsələn. Burada oturma olarım. Oturma olarım. Zabiniçka, orada nərəsində kipaçka. Burada oturanda özü həqiqətən bankir hiss edirsən də. Nizat müəllim nə istəyirsiniz? Çay, kofe? Baş nazir gələcəm, gözləyirəm bir yerdə. Türkili pulları mən burada yuyuram. Orada məndə bir dənə vedrə var. 1650 nədir ki? Bura şeydir, babaların, nənələrin xurcun pul yığdığı yerdir var. O vaxtda nənəm şey yığdı sandığa, babam da sandığa. O qənimətdə yığıb dəyişdirirdilər o vaxt. Nəvin ki. Pulla. Bu nədir? O valyutalardı. Wall Street dayısı. Burada yəni dövrəyən zadı şeydirlər. Bizi burada bədbəxt edirlər, bax, valyuta ilə oynayırlar. Valyuta ilə bilir. Qaldır pulu. Azərbaycan manatını qaldır. Kim var orada? Qaldır manatı. Birə bir elə. Dollar 1 ya da belə elə. 2 dollar 1 manat elə. Nə varam, mən bir insan olaraq xalqa xidmətim bundan ibarət ola bilər də. İlk terminallar buralarda. Aha. Burada xəbərlər. Bura biraz daha modern dövrdür. Bu mənim qələmimdir. Salam aleyküm. Şunu. Bu dövrün texnologiyası var belə pul. Telefon, kart, hər şey telefonumuzdadır. Görürsən? Money production. Money production, this is the most important place. Yes. Money production'a gedək. Burada çükürlər deyir. Səlim evdən kağız gətirdim, burada biraz pul çıxardardı. Burada pul basılar var. Pulu burada şeylilər, düzəldirlər. Burada dolları basaq. Nə var? Bəlkə burada üstündə kağız olsaydı şeylər. Onu deyirəm də, biz Səlim evdən demədin axı. Mən nə bilim bura gələcəm. Mən desəydim mən gətirəm, evdə çox A4 satda olur. Götür aparaq evə, bu elə evdə özümüz işləyərik, yaxırda. Pul basılar. Bir dənə aslan ChatGPT-yə ki, necə istifadə etmək lazımdır, hər şey deyir də. Məncə deyə bilməz. Deməz. Baxım görüm eləyərik Deyə ChatGPT. bilməz, yox, deməz. Deməz. Ay, sağ ol, patikalarla pul. Emil, özünü xoşbəxt istəyirsən, Allah'ın. Çox gözəldir. Burada nə bilim, nə var? Ferrari pulu var. Ferrari pulu var. Var. Çöc eləyin ona görə. Buradır bax. Burada nəsə yaxşı yer aparmır bizi. Bura Məncə də. klubun girişinə zadına oxşuyur. Burada deyəsən bizi soyunduracaqlar, soyacaqlar da, belə deyək daha maraqlı. Yox, qəşəng. Bura kassadır. Bura kassadır. Dzień dobry. I came here to take my money from here. I'm afraid so. That's impossible. That's impossible. This is our vault. Okay. See our. Gəlin keçək. Burada da o vaxtı kimsənin nömrələr alır, 2 nollarda zadda olur, gəldin nömrə aldın, açar verirlər, bank sənin üçün pulu saxlayır. Yaz oradan, kodu yazırsan. Yaxaya buradan yaxınlaşdır da, yaxından görürük. Bütün pulu burada saxlayıram, salam aleyküm. Pullardan müğayət ol, bütün pulu burada saxlayıram. Mən də dedim bu həqiqi deyil. Mənim bütün pulum buna əmanətdir. Mən də dedim bu Alım həqiqi deyil. bibim gözəl gəlsə, heç kimi buraxmırlar. Orada pulların da olmayan yerləri. Mənim pullarımdır, hamısı. Hamısı mənim pullarımdır. Oradan bir başqa bir sayaq görək, burada düzdür. Pul sayan maşında. Qəşəng muzeyi, xoşuma gəldi. Pul muzeyi. Pul saxlanan yerlərdir. Mənə lazım olan yer buradır. İstədiyim yer buradır. Kameranı oradan söndürsəm, yuxarıdakı. Mən buradan biraz pul götürərdim. Böyle filmlər var.
Pulu necə aparırlar, neynirlər, göstərirlər. I left there $1 billion. I'm gonna take next week, okay? I don't know. This is the last show. Okay, dziękuję bardzo. Mərkəzi yoldur, burada kino çəkəcək, göstərisi. Bütün dekorasiyanı dəyişiblər. O mağazaların girişini görüyorsunuz, burada yeni dekorasiyalar gətirirlər, bu köhnə, qədimi arabalar gətirirlər. Bunlar buradakı mənə də şey gətirirlər. Yəqin bazar falan quracaqlar, belə satış yeri falan quracaqlar ki, Elə ancaq qızlara verir, bizə də verir də, bizə də verir. Sağ ol, elə ancaq türkü də bu da, ancaq qızlara verir. Bilmirəm. Baxın, bura, bu dekorasiyanı burada tikiblər, filmə görə. İstəmirəm bura yer verir. Filmə görə bu dekorasiyanı burada tikiblər, baxın. Buranın çəkəyə, buranın yaxındır. Əməlli baba, o görürsünüz adları dəyişiblər, mağazaların adlarını dəyişiblər. Yəqin ki, köhnə bir film çəkirlər də, yəni 1900-lərdə baş vermiş bir filmin hekayəsini çəkirlər burada. Çox maraqlıdır. Orada da. Necə texnikaları gətiriblər film üçün. Lalka. O bu kinodur deyəsən, hə, yəqin ki. Lalka adlı kinonun çəkilişidir. Dəyişiblər belə, dekor tikiblər təzə. Möhtəşəm evlər bura. Bəlkə də Allah bilir, tək bu dekorasiya nə qədər pul qoyublar. Amma hər yer, o tərəf, yolun o tərəfləri falan, hər yeri şey ediblər. Dəyişiblər. Orada hər şey dəyişiblər. Əslində o film gedən küçə, əslində o belə bir küçədir. İnsanlar gəzir, mağazalar, restoranlar. Emin'in dediyi kimi bu Old Town'a gedən küçədir. Emin bütün... Yox, Hə. Hotel Европейский. Otel Avropa, üzr istəyirəm. Mən səndən dönə bax üzr istəyirəm səndən. Bir dənə qız mənə salam verdi, amma tutmamış mıydı? Bəs də qutadır, deyirsən mən qızladı, mən deyil. Ay salam ver, neyniyim? Uzaqdan belə. Ay səni uzun boy yaraşıqlı, ay dəli. Yerə baxan ürək. Sənin də canında az yoxdur Ərfan. Yerə baxan, yüreğe baxan. Fotoğrafı zadı da var. Geyinib, keçinib. Qızların xəyalındakı oğlan sənsən, hə? Nə bilim? Yox, bilmirəm. Nə tər bilmirəm, nə? Deyir, qız mənə baxdı, salam verdi. İndi bilmədim, nana kimdir, bu nədir, hardandır? Bilsənmi? Ego da yerindədir, ego da var, hər şey var. Ay Emin. Evet, bu vlogdan sənə müştərilərin qaçacaq bundan sonra. Çəkmə, ümumiyyətlə də bu Hotel Европейский-dir, ən bahalı və gözəl otellərdən biri. Qalmışam Emin mən burada. Bir neçə gecə burada qalmışam. Gözəl. Belə yekə başlıq olmasın, amma yəni indi oranı demək lazımdır. Nə Ərfan, düzmü deyirəm qacım? Nə deyirsən bilmirəm, amma düz Dodge, deyirsən. bunlar ən bahalı maşını burada Dodge. Bir dənə 911 var. Orada şey var. Galik də var məsələn. Ha, Rolls Royce. Onu göstər. Dost. Səfərimiz dost. Gördü və cəmaət çox xoşbəxt hiss edir özün hal-hazırda ki, Rolls Royce-u gördülər. Varşava iş çıxışı. İş çıxışı var belə. Millət küçədə. Hamı işdən gəlir.